Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Belə bir gözəl balkon olan bir mənzildən salamlayırıq sizi. Nərimanov metrosu yaxınlığında, piyada 5-10 dəqiqəlik məsafədə, Əliyar Əliyev küçəsində premium bir kompleksdə 18 mərtəbəli yeni tikilinin 14-cü mərtəbəsində bir otaqdan 2 otağa düzəlmə, belə bir geniş həyətyanı sahəsi olan və son tamamlama işləri gedir həyətyanı sahədə. Uşaq meydançası, 2 mərtəbə yeraltı avtoparkinqi, hər şey yüksək səviyyədə düşünülüb. Sürətli liftləri. Mənzilimiz bir otaqdan 2 otağa olduqca ideal şəkildə düzəldilib və tam əşya və texnika ilə tərtib edilmiş bir mənzildir. Olduqca keyfiyyətli və zövqlü işlər çıxarılıb ortaya. Yataq otağını görməkdəsiz. Məhz həmən gözəl balkona, geniş balkona məhz yataq otağından daxil ola bilirsiniz. Və belə bir kifayət qədər ideal genişliyi olan və tam əşya tərtibat edilən belə bir yataq otağı. Böyük ölçülü bir yataq dəsti, tumba üzərləri faskalı güzgülərlə əla dekor edilib, yataq arxalığı qubqa ilə işlənib. Vitraj pəncərədir balkona və belə bir üçlü gömmə qardirob, make-up aypara güzgü ilə əla bəzədilib, TV altlığına qədər hər şey yerləşdirilib və bu otağın kondisioner quraşımı üst hissədə nəzərə alınıb və edilib. Və belə bir girişdə, belə bir xol qarşılayır bizi. Giriş qapımız, giriş qapısından girdikdə sağ hissədə belə bir pufik və asılqanlıq. Daha sonra bir geniş sanuzel var. O qarşılayır bizi. Burada belə bir böyük ölçülü dresuar və açarlıq tərtib edilib. Əla görüntü çıxardıb ortaya. Xolun buradan da görünüşünü göstərim sizə. Və sol qapı qonaq otağına açılır. Ən sonda oranı təqdim edəcəm sizə. Sanuzeldə də əla teksturalı qranitlər, sağ hissədə divar içi unitaz və üzəri nişalarla bəzədilib. Giriş qapısı ilə üzbəüz belə bir moydadır və duş hissə isə sol tərəfdə ayrılıb. İndi isə qonaq otağı və mətbəxi təqdim edəcəm sizə. Mənzilin yataq otağı qədər qonaq otağı da olduqca gözəl tərtib edilib və tam əşya yerləşim edilib. 6 nəfərlik bir yemək masası yerləşdirilib. 4 nəfərlik masa ilə əhatələnib, oturacaqla əhatələnib. İstəyə uyğun 6 nəfərlik açıldıqda 8-10 nəfərə çıxa biləcək bir masadır. Və kondisioner yerləşimi bu otağın burada alt hissədə kitablıq və suvenirlik kimi belə bir dekorativ mebel yığılıb. TV stand hissə belə bir daraq panellər, güzgülər və gizli işıqlı arxalıqla əla bəzədilib. Və yumşaq mebelin arxası, gips panellər, daraq panellər, hər şey olduqca gözəl və zövqlə tərtib edilib. 2 otağa düzəlmə mətbəx hissənin məhz burada yığılması ilə əldə edilib. Tam boy mətbəx mebeli yığılıb. Üst hissələr şüşə konsept, ortalar və alt hissələr isə membran mebel panellərindən istifadə edilib. Mikrovamovka, soba, qaz, gizli aspirator və soyuducuya qədər, hətta paltaryan yerləşiminə qədər hər şey edilmiş vəziyyətdədir mənzildə. Sadəcə şəxsi əşyalarınızı götürüb mənzilə yerləşmək və köçmək qalıb. Görüntünün gözəlliyini görürsünüz, qonaq otağının genişliyini və ideallığını görürsünüz. Məlumatlarını bir daha xatırladım sizə. Nərimanov rayonu Nərimanov metrosuna yaxınlıqda, piyada məsafədə 18 mərtəbəli yeni tikilinin premium binanın 14-cü mərtəbəsində 53 kvadrat ölçülü, tam əşyalı və texnikalı 2 otağa düzəlmə bir mənzil təqdim edirik bugün sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 139.000 manatdır. Real alıcılara indirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklam var.